Hər kəs salamlayıram. Bu videoda 7-ci siniflər üçün təşkil olunmuş Cənub-Şərqi Asiya Riyaziyyat Olimpiyadasının sonuncu sualının həllinə baxacağıq. Gəlin vaxt itirmədən suala keçək. Deməli, sualda deyilir ki, sinifdə 26 şagird var. Şagirdlər dürüst və yalançı olmaqla iki qrupa ayrılırlar. 13 parta var və hər part arxasında 2 nəfər oturmalıdır. Yəni, bütün partalarda şagirdlər oturmalıdırlar. Boş yer qalmamalıdır. Şagirdlərin hamısı oturduqdan sonra bütün şagirdlər deyir: yanımda oturan şagird yalançıdır. Sonra bəzi şagirdlər başqa yerdə oturur. Yeni yer dəyişmədən sonra bütün şagirdlər deyir ki, yanımda oturan şagird dürüsttür. Sual olunur ki, bu hal mümkün ola bilərmi? İndi suala belə yanaşaq. 13 parta var və hər part arxasında 2 nəfər oturmalıdır. Deməli, ümumi sinifdə 26 parta olmalıdır. 26 partaya neçə nəfər oturacaq? 26 nəfər. 26 parta deməyək buna. Stol deyək. 13 partadır, 26 stoldur. Deməli, burada boş stol olmayacaq. İndi biz belə eləyək, ümumi baxmaqdansa, yəni 13 partanın 13-ünə də baxmaqdansa, bir partanı göz önündə saxlayaq. Bir partada 2 nəfər oturmalıdır da məsələdə verilib. Belə eləyək, birinci, yəni sağ tərəfdə məsələn olsun şagird 2, sol tərəfdə olsun şagird 1. İndi dürüstlük yaxud yalançılıq barədə ilk yer dəyişmədə deyirəm, şagirdlərin hamısı oturduqdan sonra, yəni ilk dəfə oturandan sonra hansı hallar mümkündür? Dürüstlük yaxud yalançılıq baxımından. O hallar mümkündür ki, birinci şagird dürüst olsun, ikinci də dürüst olsun. Bu bizim birinci halımızdır. İkinci halda odur ki, ikisi də yalancı olsunlar. Üçüncü halda odur ki, biri dürüst olsun, digəri yalancı olsun. Bu üç halı araşdıraq. İndi birinci oturduqdan sonra hamısı deyir ki, yanımda oturan şagird yalancıdır. Bunu bütün şagirdlər deyir. Yəni bunu birinci şagird də deyir, ikinci şagird də deyir. İndi birinci buna baxaq. Deməli, yanımda oturan şagird yalancıdır desə, dürüst. Bunu dürüst deyirsə, onda onun sözü düz olmalıdır da. Çünki dürüst axı. Onda yanımda oturan şagird yalancıdır sözü düz demiş olacaq. Və düz deyirsə, yanında oturan yalançı olmalıdır. Dürüst olmalı deyil. Deməli, birinci hal mümkün olmur. Mümkün olmur birinci hal. İndi keçək ikinci hala baxaq. İkinci hal odur ki, ikisi də yalan danışsın. Deməli, ikisi də yalan danışanda baxaq. Yanımda oturan şagird yalancıdır deyir. Əgər bunu yalancı desə, yalan danışdığına görə yanında oturan şagird yalancı yox, dürüst olmuş olacaq. Çünki bu yalancıdır şagird. Yanında oturan şagird dürüst olmalıydısa, onda bu yalan danışan olmamalıydı. Yəni, yalan danışan deyirsə ki, yanımdakı yalan danışır, bu səhv dediyinə görə yanındakı düz danışmalıdır, yalan yox, əksi olmalıdır yəni. Amma görürük ki, yanındakı şagird dürüst şagird deyil. Deməli, ikinci halda mümkün olmayacaq. Son olaraq üçüncü hala baxaq. Üçüncü halda nə deyilir? Biri dürüst olsun, digəri yalancı. Dürüst desə ki, yanımdakı yalan danışır, düz deyir də. Dürüst düz dediyinə görə yanındakı yalan danışmalıdır və yanındakı da yalancıdır. Deməli, bu düz deyir. Yalancı desə ki, yanındakı yalancıdır, o yalancı olduğuna görə yanındakı əksi olmuş olacaq, yəni dürüst olmuş olacaq. Çünki bu yalancıdır axı. Yalancı yanımdakı yalancıdır desə, özü yalancı olduğuna görə, yalan danışdığına görə yanındakı dürüst olmalıdır. Deməli, bu hal mümkündür də, yanındakı dürüsttür. Deməli, bu hal ödəniləcək. Deməli, biz bu qənaətə gəldik ki, bu cür oturanda, yəni birinci dəfə oturanda, şagirdlərdən biri dürüst olmalıdır, digəri yalancı olmalıdır. Bir partadan söhbət gedirsə. Hər partada bu belə olur. Yəni, biri dürüst olur, digəri də yalancı olur. Belə. Yəni, biz bir parti üçün baxanda gördük. Deməli, digərlərində də elə olacaq. Onda hər partada olan şagirdlərin yarısı düz danışır, yarısı yalan danışır. Onda ümumi şagirdlərin də yarısı düz danışacaq, yarısı da yalancı olacaq. Yəni, 26 şagirddən
13 nəfər dürüst olacaq. 13 nəfər dürüstdür, 13 nəfər də yalançıdır. 13 nəfər də yalançı olur. Sonra, indi bu məlumat bizim əlimizdə var. İndi keçək ikinci hissəyə. Sonra bəzi şagirdlər deyir, başqa yerdə oturur. Yeni yer dəyişmədən sonra bütün şagirdlər deyir ki, yanımda oturan şagird dürüsttür. İndi yeni yer dəyişmədən sonra da biz ideal bir parta götürə bilərik də. 13 parta əvəzinə bir parta götürmədik. Burada da yenə bir parta götürək belə. Sol hissədə şagird 1 olsun, sağ hissədə 2 olsun. Yenə 3 hal mövcuddur. Birinci hal odur ki, ikisi də dürüst olsun. İkinci odur ki, ikisi də yalançı olsun. Üçüncü halda odur ki, biri dürüst, digəri yalançı olsun. Üçüncü haldan başlayaq. Biri dürüst, digəri yalançı olanda. Nə deyir burada? Hər biri deyir ki, yəni bu da, ikisi də deməlidir ki, yanımda oturan şagird dürüsttür. İndi üçüncü halda dürüst şagird bunu desə, bu düz dediyinə görə, düz danışdığına görə yanındakı şagird dürüst olmalıdır. Amma görürük ki, yanındakı şagird dürüst deyil. Yəni ziddiyyət var burada. Onda bu hal ödənməyəcək. İndi digərlərinə baxaq. Məsələn, ikinciyə baxaq. Yalançı desə ki, yanındakı şagird dürüsttür. Bu yalan deyil dediyinə görə yanındakı dürüst yox, yalançı olmalıdır. Yanındakı yalançıdırsa və görürük ki, bu hal burada ödənir də. Yalancı deyir, yanımdakı dürüsttür. Yalan danışdığına görə yanındakı yalancıdır və burada bir ziddiyyət yoxdur. Yəni bu hal ödənilə bilir. İndi birinci hala da baxaq. Birinci halda nədir? İkisi də dürüsttür. Dürüst desə ki, yanımdakı dürüsttür, düzgün danışır. Yəni düz danışır, yalan danışmır. Bu özü dürüst olduğuna görə parta yoldaşı haqqında dediyi sözlər düz olmalıdır. Yəni parta yoldaşı düz danışmalıdır. Görürük ki, parta yoldaşı da düz danışır. Deməli bu halda mümkündür. İndi görürük ki, ikinci yer dəyişmədən sonra ya bir part arxasında iki dürüst oturmalıdır, ya da bir parta arxasında iki yalancı oturmalıdır. Yəni bir dürüst, bir yalancı ola bilməz. Və biz bilirik ki, bütün şagirdlər oturmalıdır partalarda. Onda bütün şagirdlər oturmalıdırsa, biz 13 nəfər dürüstü partalara yerləşdirəndə, 13 dürüsttür, 13 deyə qoyaq, 13 də yalancı. Belə. 13 dürüstü partalara yerləşdirəndə nə etməliydik biz? Həmişə biz 2 nəfəri eyni eləməliydik də, yəni düz və yalan danışmaq baxımından. İkisi də dürüst, ikisi də yalançı olmalıydı. Onda 13 nəfər dürüstü biz partalar arxasında bu şəkildə yerləşdiririk. Dürüst, dürüst. İkisi də dürüst olmalıdır parta arxasında. Belə eləyək. Hər birində 2 dənədir. İndi 6-cını çəkirik. 12 dənə oldu. İndi görürük ki, 6 dənə partanın hamısı doldu və ümumilikdə 12 nəfər dürüstü biz yerləşdirdik. Yerdə bir dürüst artıq qaldı. Bax, bu ehtimalı burada saxlamalıyıq. Bir dürüst üçün yer yoxdur. Yalancılar da bu şəkildə yerləşdirək. Burada da gördüyümüz kimi bir yalancı qalır. Bunu belə də izah eləmək olardı. Hər partada 2 nəfər oturmalıdırsa, görünür ki, burada 13 tək ədəddir. Deməli, 1 nəfər artıq qalmalıdır. Burada da 13 tək ədəddir deyə 1 nəfər artıq qalacaq. Və biz bilirik ki, burada qeyd olunub, hər part arxasında 2 nəfər oturmalıdır. Yəni, sonda bir dürüst və bir yalancı qalırsa, onda onlar da bir part arxasında oturmalıdır. Amma biz nə dedik? Dedik ki, dürüst və yalancı bir partada otura bilməz. Yəni, buradan nə çıxır? Buradan ziddiyyət çıxır. Onda bu hal mümkün olmur.
Yəni cavabımız mümkün deyil. Bu qədər. Belə Asiya, Cənub-Şərqi Asiya Riyaziyyat Olimpiadasının 7-ci siniflər üçün təşkil olunan kitabçasında son sual idi. Ümid edirəm video sizlər üçün faydalı olar. Sağ olun.